İmişli rayonunda yeni Dost filialı fəaliyyətə başlayıb, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev yaradılan şəraitlə tanış olub. Bildirilib ki, sosial islahatların ana xəttini xidmətlərin müasir standartlar əsasında təşkili və əlçatanlığın artırılması təşkil edir. Dost modeli vətəndaş yönümlü yanaşma, şəffaf fəaliyyət və innovativ idarə etmə prinsipləri ilə beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi tanınır. Bir pəncərə prinsipi əsasında təqdim olunan bu xidmətlərdən vətəndaş məmnunluğu 98,9% təşkil edib. 9 əməkdaşın çalışacağı filialda gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulur. İmişli sakinləri burada, bu sahədə keyfiyyətli xidmətlər alacaqlar. Eyni zamanda sosial sahədə onları maraqlandıran suallara cavablar tapacaqlar. Ümumilikdə bizim bu istiqamətdə fəaliyyətimiz, yəni regional səviyyədə fəaliyyətimiz davam edir və biz deməli bu regional səviyyədə artıq 7 mərkəz bu günləri İmişli şəhərində açılan filialla artıq bizim filiallarımızın sayı 4 artır, 4 olur. Deməli 4 filial və xidmət məntəqələri və Smart Dost məntəqəsi ilə vahid bir şəbəkəni hal-hazırda biz idarə edirik.